Salam. Gəlin bugün karyeramızda çox eşitdiyimiz, amma bəlkə də tam anlamadığımız bir mövzudan danışaq. Səriştələrdən. Bu, sanki bizim peşəkar həyatımızın gizli bir təlimat kitabçası kimidir. Və bugün biz o kitabçanı vərəq-vərəq açacağıq. Yəqin ki, hamınızın başına gəlib. İclaslarda, performans dəyərləndirmələrində bu səriştə sözünü dəfələrlə eşitmisiniz. Çox vaxt elə bilirsən ki, bu sadəcə yersiz, mürəkkəb bir ofis jargonudur. Elə deyilmi? Amma gəlin görək bu sözün arxasında əslində nə qədər böyük bir məna və güc var. Yaxşı, yol xəritəmizə bir nəzər salaq. Əvvəlcə görək bu səriştə nə olan şeydir. Sonra şirkətlərin bu işə niyə bu qədər ciddi yanaşdığını aydınlaşdıracağıq. Növlərinə baxacağıq və ən maraqlısı, sonda bütün bunları öz şəxsi inkişafımız üçün necə bir alətə çevirə biləcəyimizi öyrənəcəyik. Yaxşı, onda başlayaq. Gəlin birbaşa məsələnin kökünə enək. Səriştə nədir? Bu sadəcə lüğətdəki bir söz deyil. Bu əslində effektivliyin təməl daşıdır. Gəlin bunu çox sadə izah edək. Səriştə sizin diplomunuzda yazılanlar və ya nəzəri olaraq nə bildiyiniz deyil. Bu konkret olaraq iş başında göstərdiyiniz, kənardan müşahidə edilə bilən davranışlardır. Başqa cür desək, bir işi uğurla görmək üçün təkcə nə etdiyiniz yox, həm də onu necə etdiyiniz deməkdir. Baxın, məsələnin ən can alıcı nöqtəsi məhz buradadır. Bu üç anlayışı qarışdırmamaq çox vacibdir. Gəlin bir misalla aydınlaşdıraq. Məsələn, deyək ki, siz bir proqramlaşdırma dili haqqında hər şeyi oxumusunuz. Bu sizin biliyinizdir. O dildə sadə bir kod yaza bilirsinizsə, bu artıq bacarıqdır. Amma səhvsiz, vaxtında və bütün komandanın standartlarına uyğun şəkildə işləyən mürəkkəb bir proqram təminatı hazırlamaq, bax bu əsl səriştədir. Deməli, əsas məsələ o bilik və bacarığı real həyatda effektiv şəkildə tətbiq etməkdir. Yaxşı, bəs şirkətlər, müəssisələr niyə bu konsepsiyaya bu qədər çox vaxt və pul xərcləyir? Cavab sadədir. Çünki səriştələr təkcə fərdi işçilər üçün yox, bütün bir təşkilat üçün həyati bir strateji alətdir. Düşünün, səriştə modelləri olanda şirkətdəki hər kəs, rəhbərdən tutmuş yeni işçiyə qədər hamı eyni dildə danışmağa başlayır. Uğur anlayışı daha subyektiv olmur, konkretləşir. Bu, kimin performansının yaxşı olduğunu ölçmək üçün ədalətli bir sistem yaradır, kimin hansı təlimə ehtiyacı olduğunu dəqiq göstərir və ən vacibi, o divarlardan asılan dəyərlərimiz yazısını real, gündəlik davranışlara çevirir. Və bilin ki, bu yanaşma təkcə hansısa böyük korporasiyalara aid deyil, xeyr. İstehsalatdan tutmuş təhsilə, bank sektorundan dövlət idarəçiliyinə qədər bugün səriştə modelləri demək olar ki, hər sahədə uğurun standartlarını müəyyən etmək üçün universal bir dilə çevrilib. İndi isə gəlin bu səriştə modelinin, necə deyərlər, içini açaq, görək adətən hansı hissələrdən ibarət olur. Deməli, adətən 3 əsas növü var. Birincisi, əsas səriştələrdir. Bunlar şirkətin, belə desək, DNT-sidir. Vəzifəsindən asılı olmayaraq, istisnasız hər kəsdən gözlənilən davranışlardır. Məsələn, komanda işi. İkincisi, ümumi səriştələr. Bunlar artıq müəyyən qruplara aiddir. Məsələn, bütün menejerlərdən gözlənilən liderlik bacarıqları. Və nəhayət, üçüncüsü, texniki səriştələr. Bunlar isə tamamilə spesifikdir. Maliyyətçi üçün büdcəni idarə etmək və ya bir proqramçı üçün müəyyən bir proqramlaşdırma dilini bilmək kimi. Yaxşı, bütün bu korporativ söhbətlər bir yana, gələk əsas məsələyə. Bütün bunların sizə, şəxsən sizə nə xeyri var? Baxın, söhbət artıq karyeranızın sükanını öz əlinizə almaqdan gedir. Artıq görəsən müdürüm məndən nə istəyir kimi qeyri-müəyyən suallarla baş sındırmağa ehtiyac qalmır. Səriştə modeli sizə qara hərflərlə uğurlu olmaq üçün hansı davranışları göstərməli olduğunuzu deyir. Bu, əslində sizin üçün hazırlanmış bir karyera naviqasiya sistemidir. Və bu naviqasiya sistemindən 3 çox praktik yolla faydalana bilərsiniz. 1. Öz performansınızı obyektiv şəkildə qiymətləndirə bilirsiniz. 2. Zəif tərəflərinizi, yəni hansı sahələrdə təlimə ehtiyacınız olduğunu dəqiq müəyyən edirsiniz. Və 3. Ən önəmlisi, karyeranızda növbəti pilləyə qalxmaq üçün hansı bacarıqları inkişaf etdirməli olduğunuzu aydın şəkildə planlaya bilirsiniz. Bəs yaxşı, yeni bir bacarığı, yeni bir səriştəni necə mənimsəyirik? Elə bunun içində möhtəşəm bir model var, səriştə nərdivanı. Bu model bizi sıfırdan ustalığa aparan 4 sadə, amma çox məntiqli addımı təsvir edir.
Bax bu gördüyünüz nərdivan əslində hamımızın yeni bir şeyi öyrənərkən, istər bu velosiped sürmək olsun, istərsə də yeni bir iş alətini mənimsəmək, fərqində olmadan keçdiyi psixoloji mərhələləri göstərir. Gəlin o nərdivanın pillələrini bir-bir qalxaq. Birinci pillə – qeyri-şuuru səriştəsizlik. Yəni, nəyi bilmədiyini belə bilmirsən. Hər şeyin yaxşı olduğunu düşünürsən. İkinci pillə – şuurlu səriştəsizlik. Və birdən ayılırsan ki, sən demə bu işi heç bacarmırsanmış. Problemin fərqindəsən, amma həll edə bilmirsən. Üçüncü pillə – şuurlu səriştəlik. Artıq bacarırsan, amma bunu etmək üçün bütün diqqətini cəmləməlisən, düşünməlisən, səy göstərməlisən. Və nəhayət zirvə, dördüncü pillə – qeyri-şuuru səriştəlik. Artıq o qədər ustalaşmısan ki, heç düşünmədən, avtomatik olaraq edirsən. Maşın sürməyi yeni öyrəndiyiniz o gərgin anları və indi necə rahat sürdüyünüzü düşünün. Fərq məhz budur. Beləliklə, günün sonunda nə öyrəndik? Səriştələr heç də o qorxuducu, darıxdırıcı korporativ söz deyilmiş. Onlar həm şirkətlər üçün ortaq bir uğur dilidir, həm də bizim hər birimiz üçün şəxsi ustalığa gedən yolun xəritəsidir. Yaxşı, indi ki bütün bu mexanizmi başa düşdük, sizə çox səmimi bir sualım var. Karyeranızda növbəti böyük addımı atmaq üçün o səriştə nərdivanının ilk pilləsinə hansı bacarığı qoymaq istərdiniz? Düşünürəm ki, bu barədə düşünməyə həqiqətən dəyər.